Salam dəyərli izləyicilər. Bugünkü günü hər şey dəyişib. Telefon deyirsən ekranlı, ev deyirsən ağıllı, insan deyirsən məşğul. Ay qardaş, bilirsən bizim vaxtımızda biz necə yaşayırdıq? Hər küçədə bir ustanın izi var. Hər səslə bir peşə tanınır. Vay bala, bizim vaxtımızda kəməntikan var. Kimsə paltosunu cırsaydı, aparardı onun yanına. İndi nə iş dərzi də yox. Paltorun cırıldısa, fashion designerdir, nədir? Aparlar onun yanına. Onun da qiyməti paltonun qiymətindən bahadır. Vay qardaş, o vaxtı nalbənd var idi. Bu atın dırnağını düzəldən. İndi nə at var, nə də dırnaq. Vay qardaş, bu 2025-ci ildə nalbənd zat yox. Maşın düzəltmək üçün servis. Amma bir nalbəndin qoxusu, atın dəmirə isti-isti qızarıb taxılması onun yerini heç nə verə bilməz. O vaxtı radio düzəldənlər var. Radioya yeni nəfəs verirdilər. İndi qardaş, mənim də maşınım var da. Otururam bütün günü 500 kanalı o tərəfə fırla, bu tərəfə fırla, o tərəfə fırla, bu tərəfə fırla. Heç nə yoxdur ortalıqda. Amma o vaxt o cırıltılı səsi eşidəndə adamın ürəyi isinirdi. O vaxt Mədəniyyət Sarayında afişaçılar vardı. Divarlara afişalar yapışdırardılar. Eyni anda 10 yerdə. İndi bu digital marketing spesialist var. Amma heç kimin heç nədən xəbəri yoxdur. Bir vaxtlar məktub gətirən poçtalyonlar var. Poçtalyonun addım səsi gələndə biz sevinərdik. İndi amma WhatsApp'dır, Telegram'dır, nədir? O poçtalyonun addım səsi kimi bizi həyəcanlandırır. Sən bəlkə katibi eşitmirsən sənədləri əlindən yazan, lazımi sənədləri cilalayan. Hə? Bala, unutma, peşənin adı dəyişə bilər, amma sənətin ruhu əbədi qalır. İşini sev, ürəklə çalış. Gələcək sənin əlində.